Ana öldüğü zaman, bir insanın anası vefat elədiği zaman iki şeyi kəşf edir. Birincisi, anasından əsla doymadığını. İkincisi de anasının hakkını əsla ödəmədiyini. Ana hakkı elə bir haktır ki, bir insan bu hayatta əsla onu ödəyə bilməsi mümkün deyil. Sahabelerden biri və yaxud da tabeinlərdən biri anasını, yaşlanmış anasını belində hac elətdirir. Kəbəyə gətirir, Kəbədən Minaya, Minadan Arafat'a, Arafat'tan Müzdəlifəyə, Müzdəlifədən Minaya və bütün belində hac elətdirir. Sonra soruşur Resulullah sallallahu aleyhi ve sellem'le, yani tabii ki sahabe olur. Ya Resulullah, mən anayım hakkını yerine getirmiş hesab olunuram mı? Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, seni doğarken çektiği bir sancısını əvəz eləmir sənin gösterdiğin bu xidmət. Nəinki onun hakkını ödemek.